Benim grupam 5 il kəsilib, ikinci qrup 50 idim, pensiyamı alırdım. İndi bilmirəm, hansı səbəbəsə görə 50 kimə vermirlər. Qaynar xəttə müraciət edən Şirvan rayonu sakini Elşad Şıxaliyev əlillik pensiyasının kəsilməsindən gileylənir. Gəlir yeri olmayan müsahibimin sözlərinə görə bu hal onun ciddi maddi çətinliklərlə üzləşməsinə səbəb olub. Bir sözlə deyir ki, həyatda tək tənha olduğu üçün əlillik pensiyasına ehtiyacı böyüdü. 21-ci ildə kəsilib, ondan da mən 8 ili də alırdım. Pensiya ehtiyacım var, dolana bilmirəm, tək yaşayıram, tənha yaşayıram, xəstəyirəm. Sibirdə işləmişəm, canım ağrır, revmatizm xəstəliyim var. Müsahibim deyir ki, qohumlarının göstərdiyi maddi yardımla ayaqda dayanmağa səy göstərir. Qohumlar bir 6-7 var, ancaq elə quru çörək çayırmağa pulum var, ancaq ola və borca. Hələ mən pensiya çıxandan sonra o hansı da yaxşı qohumun borcunu qaytaracağım. Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət elədik. Qurumdan bildirildi ki, Şirvan rayon sakini 1963-cü il təvəllüdlü Şıxaliyev Elşad Şıxməmmədoğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son bir il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma 88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma 88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər.